Övladınızın dərsdə diqqəti yayınırsa, artıq bundan dərhal xəbər tuta biləcəksiniz. Çində bəzi məktəblərdə bu hazırda bir gerçəkdir. Şagirdlər dərsə girəndə başlarına süni intellektlə işləyən halqalar taxırlar. Bu onların diqqət səviyyəsini, ev tapşırıqlarını edib etmədiklərini, hətta əsləmə saylarını belə izləyir və ən maraqlısı budur ki, bütün bu məlumatlar anında həm müəllimlərə, həm də valideynlərə göndərilir. Sistemin məqsədi şagirdləri davamlı müşahidə edərək süni intellekt vasitəsilə tədris proqramını daha da yaxşılaşdırmaqdır. Bu halqaların üstündə bir işıq var. Əgər o qırmızı yanarsa, deməli şagirdin diqqəti tam olaraq dərsdədir. Amma mavi yanarsa, bu onun fikrinin biraz yayındığını göstərir. Müəllimlər dərs boyu bütün sinifin diqqət qrafikini görə bilirlər. Hər 10 dəqiqədən bir məlumatlar yenilənir və valideynlər istədiyi vaxt bunu yoxlaya bilərlər. Yəni artıq bu gün dərs necə idi sualına ehtiyac qalmır. Süni intellekt hər şeyi deyir. Amma sual budur. Bu texnologiya həqiqətən təhsili yaxşılaşdırır, yoxsa uşaqları daha çox lazımsız nəzarət altında saxlayır?